Təzə Saray yolunun üzərində sizlərə 3 sot torpaq sahəsinin üstündə 2 mərtəbə 5 otaqlı mülk təqdim edəcəm. Mülkümüzün qiyməti 165.000 manat təşkil eləyir. 5 otaqdan ibarətdir. Birinci mərtəbə monolit beton, 1 ilə 2-nin ara kəsməsi monolit betondur. Padval sahəsinə evin birinci mərtəbəsindən keçid etmək mümkündür. Yerdən 4 daş kürsüdədir. Qazı, suyu, işığı, sayğacları hamısı mərkəzidir. Kanalizasiya sistemi də daimidir, dəyərli dostlarımız. Özünə şəxsi tikilmə bir mülk axtaranlar buyurub zəng edə bilərlər. 055 291 35 65 mənim əlaqə nömrəmdir. Təzə Saray yoluna çox yaxın bir məsafədədir. Ətraf ərazidə bütün yaşayış obyektləri var. Darvazanın önü də ön cərgədədir. Yəni evimiz ön cərgədə, tubikdə dalanda yerləşmir. Gözəl bir besetka sahəsi var. Həyətində gücsə əkmək üçün yer sahələri saxlanılıb. Gecə həyətyanı sahənin işıqlandırılması üçün plafon sahələri vurulub və həyət üçün sanitar qovşaq sahəsi də yaradılıb, dəyərli dostlarımız. Mərkəzi kanalizasiya sistemidir, həyətdə trapına kimi atılıb, əl-yuma üçün krantı qoyulub, istilik sistemin xətti kombidir, birinci mərtəbə ümumi olaraq istipolla təchiz olunub, gözəl evimizin modern üslubda inşa olunmuş, üst şəbəkə pəncərə sistemləri var. 165.000 manat təşkil edir, 3 sot torpaq sahəsinin üzərindədir. Gün vurduğuna görə dəyərli dostlarımız gözümüz qıpılır. Videonu bəyənib like etməyi unutmayın, evin içini sizlərə təqdim edəcəm. Dəhliz vasitəsilə otaqlara bölgülərdir. Dəhlizdən sağda yerləşir evin mətbəx sahəsi. Mətbəx mebelin yerləri, aksesuarların xətlərinə kimi hamısı quraşdırılıb. Şəbəkə pəncərə öz həyətyanı sahəsinə baxır, dəyərli dostlarımız. Burada yerləşir evin qonaq otağı. Çox böyük, iri kvadrata malik qonaq otağı var. Modern üslubda yığılmış pəncərə sahəsi, həyətyanı sahəsinə baxır. Tavan sahəsi alçıbandı, spot lampalarla işlənib. Birinci mərtəbəyə məxsus olan birinci yataq otağı ilə sizləri tanış edirik. Pəncərəsinin qarşısı tamamilə açıq bir vəziyyətdədir. İkinci mərtəbəyə qalxan pilləkən sahəsidir, beton pilləkən. İstipoyun kollektoru burada yığılıb. Birinci mərtəbəyə məxsus olan sanitar qovşaq sahəsidir və buradan padval sahəsinə keçid koduna kimi quraşdırılıb, dəyərli dostlarımız. Qalxaq ikinci mərtəbəyə doğru. İkinci mərtəbədə yerləşir 3 yataq otağı, 1 sanitar qovşaq. Dəhliz vasitəsilə otaqlara bölgülərdir, iri böyük bir dəhlizi var. Çıxışdan sağda yerləşir sanitar qovşaq sahəsi. Gözəl havalandırma üçün pəncərə sahəsi yaradılıb. Birinci yataq otağı, böyük, iri kvadratlara malik yataq otağı var. Bütün otaqların stilik sistemlərinin xətti çəkilib. Burada yerləşir ikinci yataq otağı, eyvana çıxış üçün qapıda qoyulub. Bu yataq otağından eyvana keçid etmək mümkündür. Və sonuncu yataq otağı ilə də sizləri tanış edirəm. Geniş bir şəkildə dəhlizi, dəhlizdən tavana çıxış kodu. 3 sot torpaq sahəsinin üzərində sizlərə 5 otaqlı 165.000 manata mülk təqdim etdim. Siz də mülkünüzü satmaq istəyirsinizsə, qeyd etdiyim nömrə ilə əlaqə saxlayın. Videoları bəyənib takip etməyi unutmayın. Sağ olun, sağlıqla qalın.